Vəssalam. Başlayaq. Bizdə Xəyalə xanımdan 50-dən başlayaraq idi deyəsən. Zəhmət olmasa səhvlərimizi deyək, baxaq. Bir. Ondan sonra keçərik. Baxaq. 1. Qaraqoyunlu və Cəlalilər dövlətinin ümumi cəhətlərinə aid deyil. Paytaxtın Təbriz olması. Hər ikisində paytaxt Təbriz olubdur. Bu səhvdir. Teymurilərlə döyüşlərin baş verməsi. Əlbəttə, bu da hər ikisinə aiddir. Çünki Cəlalilər 1394-də Bağdad döyüşü zamanı dövlət idi. Qaraqoyunlu dövlətinə də çox savaşlar olub. 1421-də Alaşkerdə olub, 1435-də Təbriz olub. Bundan başqa Qaraqoyunlu Cahanşah 1458-də bu səydə qalib gəlmişsə, deməli olub. Bir nəvkini bütün variantlardan çıxartsaq, Şirvanşahlar dövlətinin asılı hala salınması. Bu da hər ikisində olacaq. Bu da hər ikisində olacaq. Çünki Cəlalilər, əgər yadımızdadırsa, əvvəl Üveysin dövründə. bəli, 1359-cu ildə Şirvan xaric, 1367-də isə Şirvan daxil tabe etmişdilər. Qara Yusif də düzdür, Vahid Azərbaycan dövlətini yaranmış götürməsi, amma 1412-ci il Kür döyüşündən sonra öz nüfuzunu Şirvana yayır və Şirvanı asılı salır. Ağqoyunlarla müharibə bu yalnız Qaraqoyunlar üçün keçərlidir. Əlinizə qalsın müdafiəsi uğrunda Teymurlara qarşı mübarizə aparılması. Qaraqoyunlu o zaman dövlət deyildi. Əgər Qaraqoyunlar olsaydı, yenə də nəsə fikirləşmək olardı. Ona görə də cavabımız 4-5-dir. Bax belə. Başqa? 4. 4. Hansı sual maraqlı olsa, onu screen də eləyə bilərsiniz ekrandan mən danışa-danışa və sonra da baxa bilərsiniz yenidən. Qaraqoyunlu feodal hakimliyinə aid uyğunluq pozulmuşdur. Ağqoyunlu feodal hakimliyinə Teymurilərə qarşı müttəfiqlik təklifinin edilməsi. Bəli, tamamilə doğrudur. Əgər yadınızdadırsa, 1392-ci ildə Əmir Teymur yürüş eləyəndə Qaraqoyunlu bəyliyinin paytaxtı Vanı ələ keçirmişdi. Bəli, bundan sonra Qara Yusif iki şəxsə müraciət edir ki, gəlin birləşək. Bunun biri Qara Yuluq Osman bəydir, Ağqoyunlu. Biri də Sultan Əhməddir. Bəli. Amma Qara Yuluq Osman bəy bunu qəbul etmir. Ümumiyyətlə bir şey, belə deyim, diqqətimizdə saxlayaq ki, ağla qara bir-birlərinə zidd rəng olduqları kimi, Qaraqoyunlarla Ağqoyunlar heç vaxt dostluğunu görmürük. Bir məsələdə ehtiyatlı olaq. Deməli, burada nəyin şahidi oluruq? Qara Yuluq Osman bəy niyə Qara Yusifə kömək eləmir? Çünki Osmanlılar Teymurilərlə dostdur. Deməli, biz belə görürük ki, Ağqoyunlularla Teymurilər bir-birlərindən dostdular. Biz belə görürük. Və burada da təbii ki, məntiq çıxır ki, o zaman Ağqoyunlunun rəqibi Qara Qoyunlu ilə Teymurilərin də rəqibi Osmanlı dostu oldular. Bax, belə bir şey çıxır ortalığa. İndi bir məsələdə diqqətli olmaq lazımdır. Qaraqoyunlarla Osmanlılar həmişə dost olub. Həmişə. İstər bəylik vaxtı, istər dövlət vaxtı. Biz bir dənə də olsun Qaraqoyunlarla Osmanlılar arasında problem görməmişik. Amma Ağqoyunlu Teymuri məsələsində ehtiyatlı olaq. Ağqoyunlu bəyliyi ilə Teymurilər dost olub. Təsadüfə deyil ki, Ağqoyunlu dövləti yaranan kimi onun ilk savaşı elə Teymurlərlə olub. Muğan döyüşü. Bir daha. Qaraqoyunlarla Osmanlılar həmişə dost olublar. Həm bəylik kimi, həm dövlət kimi. Amma Ağqoyunlu bəyliyi ilə Osmanlılar dost olub həmişə. Dövləti yaranan kimi elə ilk problem də Teymurlərlə oldu. İndi isə testimizə keçək. Qaraqoyunlu feodal hakimlərə uyğunluq pozulmuşdur. Ağqoyunlu feodal hakimə müraciət edib bunu dedik. Cəlalilərlə Teymurlara qarşı hərbi ittifaq. Bəli, 1394 Bağdad döyüşü. Osmanlı dövlətlə dostluq münasibətləri həmişə. Şirvanşahlar dövləti ilə Teymurilərə qarşı birgə mübarizə. Bu yanlış olacaq, yenə də qalsın. Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulub 1408 Sədrut döyüşündə. Deməli, cavabımız D variantıdır. Belə bir şey yoxdur. Sonra? Sağ olun, Ceyhun müəllim. 8. 8. 8. Aha, Qaraqoyunlu Şirvanşah münasibətlərinin gərginləşməsinə səbəb olan hadisələr. Birinci İbrahimin Əmir Teymurla hərbi ittifaqa girməsi. Yəni bu biraz məsafə baxımından uzun məsafədir. Hələ ki bu qalsın. Əsəd döyüşü baş verərkən Şirvanşah qoşunlarının Cəlali dövlətini müdafiə etməsi. Bəli, biz bilirik ki, Əsəd döyüşü zamanı İbrahim Dərbəndi öz oğlu Kəymərsi köməyə göndərmişdi. Qaraqoyunlara məxsus ticarət məntəqələri Sultaniyə və Qəzvinin. Bu, Qara Yusiflə Şahrukun arasında problemin əsl səbəbidir. Geri gəlmişkən, indidən deyim, o vaxt Anar İsayev bunu kitabında verməmişdi. İndi bilmirəm, sonradan əlavə edib yoxsa yox. Ehtiyatlı olun. Mən 1-lə 2-ni götürdüm, amma o səhv çıxdı.
Hə, indi baxacağıq. Yadda saxlayın, Qara Yusiflə Şahrux arasında döyüşlər olub. Bunu bəzən orta məktəb kitablarında olsa da müəlliflər vermirlər. Şahrux da gəlib Qara Yusifin üzərinə. Sadəcə olaraq qələbə Bəli, qazana bilmir. uğur qazana bilməyib hə. Bəli, 20-ci ildə də. O hələ o döyüşdə ölmür, sonra xəstələnib. yox, ona qədər onların döyüşləri var. Ona qədər onların döyüşləri var. Hələ olub deyir bir neçə dəfə uğur Bəli, qazana bəli, bilməyib. bəli, Sonrakı döyüşdə ölür də, xəstələnib. Bəli. Qara Yusifin Azərbaycanı birləşdirmək siyasəti. Qara Yusifin hələ ki dərdi dövləti yaratmaq idi. Bu da yanlışdır. Şirvanşahlar dövlətinin hakimiyyətini Şərqi Gürcüstana yayaraq, bəli, bu 1407-ci ildir. Yəni konkret sırf əzbər cümləyə əsaslanmış bir şeydir. Cavabımız 2-5 və A variantı olacaq. Sonra 14-cü sual. 13, eləmi? Düz eşitdim, 13. Hə, 13-dən sonra 14-ə baxaq. Baxarıq, Qaraqoyunlu dövləti 15-dən 20-30-cu illərə fərqli olaraq 50-60-cı illərdə. Yəni qısa konkret nə demək istəyir? 1400-1439-cu illərdən fərqli olaraq 1450-1469-cu illərdə. Baxaq. Teymurlərlə müharibə apardı. Bu fərq deyil. Çünki Teymurlərlə 1421 Alaşket var, məsələn. Bir də 1458-də Herata girmişik, Teymurlərin paytaxtını tutmuşuq. A fərq deyil. Ağqoyunluların hücumlarına qarşı mübarizə aparılması. Bu qalsın. İlk cavab kimi B-ni görürük, tələsməyək. Feodal əyanlarına irsi soyurqal torpaqları verilməyə başlanıldı. Aha, başlanıldı deyir. Bir şeyin başlanğıcı bir dəfə olar. Həm də ki, belə bir məsələ var da. Deməli, soyurqal torpaqları Qara Yusifin dövründən verilməyə başlanıbsa, bu 15-dəsin əvvəllərdir, 50-60-cı illəri deyil. Senin də üstündən xətt çəkək. D də səhvdir, çünki Qaraqoyunlu Respublika paytaxt götürməyib. Şirvanşahlar dövləti ilə hərbi ittifaqda idi. Aha. Bu düzgün cavabdır. Niyə? Çünki 1420-ci, 30-cu illərdə Şirvanşahlarla Qaraqoyunluların münasibətləri heç də yaxşı deyildi. Heç yaxşı deyil. Hətta Şirvanşah 1-ci Xəlqullah Şahruxa kömək eləyərək Qaraqoyunluların üzərinə hücum eləyirdi. Amma 1460-cı ildə, yəni 50-60-cı illərdə 1460-cı ildə Qaraqoyunlu Cahanşahla Şirvanşah 1-ci Xəlqullah birləşib Samur döyüşündə qələbə qazanırlar. Burada cavab Y-dir. Qaldı ki, Ağqoyunluların hücumuna qarşı mübarizə 15-dəsə 20-30-dan fərqli. Aha, bu yaxşı cümlədir həqiqətən. Bu çox yaxşı cümlə oldu. Bunun da üstünə bir dənə xətt çəkirəm. Niyə? Müəllimə fikirləşir ki, Ağqoyunlular 1467-də gəlib. Amma bir şey də burada diqqətdən qaçırmaq lazımdır. Qəşəng sualdır, xoşum gəldi bu sualdan. 1421-ci ildə ki, Şahrux bizim üzərimizə gələndə, Qaraqoyunluların üzərinə gələndə, Qara İskəndərin üzərinə gələndə, Şahruxun 2 dənə müttəfiqi vardı. Biri Ağqoyunlu Qarayolu Osman bəydir. Biri isə 1-ci Xəlullahdır. Deməli, o vaxtda Ağqoyunlu gəlibdir Qaraqoyunluların üzərinə. Ona görə də B də oxşar cəhətdir. Cavabımız Y variantıdır. Yaxşı. 14. O feodal əyanlarını öz tərəfinə çəkmək üçün çoxlu irsi keçən torpaqlar payladı Şirvanşah 1-ci İbrahimə. Aha, mətndə bəhs edilən Qaraqoyunlu hökmdarından fərqli olaraq Cahanşah. Bizə konkret nə deyir? Deyir ki, Qara Yusifdən fərqli olaraq Cahanşah. Bir müddət Teymurlardan asılı olaraq, bəli. Çünki Cahanşahın hakimiyyətləri 2 yerə bölünür. 36-dan 47-yə qədər bir növ asılı Cahanşah, 47-dən 67-yə qədər müstəqil Cahanşah. Bir, düzdür. Osmanlılar dostluq əlaqələri saxlamışdı. Həmişə hər ikisinə aiddir. Şirvanşahlar dövlətlə normal, bəli. Cahanşah ilk hökmdardır ki, Şirvanşahlarla problem yaşamayıb. Cavabımız 1-3-dür. Amma irəliləyək. Teymurları məğlub etmişdi. Hər ikisi. Hər ikisi. Bayaq dedim, Qara Yusifin Şahrux üzərində qələbələri var. Təbii ki, Cahanşah da qələbə qazanıb gedib Herata girmişdi. Bu, bayaq dediyim məsələ bu ilə bağlı idi. Bu da oxşar cəhətdir. 2 də oxşar cəhətdir. Dövlətin ərazini genişləndirmək hər ikisi. 1, 3, 2, 4, 5 oxşar cəhətlərdir. Sonra Yəni bu cavabda hələ bir B götürmüşük. Cavabı C veriblər də, ona görə mən çaşıb qalmışam. başa düşdüm. Cavabı yəni ki B yazmışam mən. Bəli, 1-3, bez problem. Sonra Onda cavabı üstündən o C-ni xətt çəkirik, yazırıq B. bəli. Sonra 17-yə də baxaq da müəllim. 17-yə. Bir söz sual verim sizə. buyurun.
deyirik ki, o Teymurilərin Azərbaycandakı hakimiyyətinə. Mən Teymurilərin Azərbaycanda hakimiyyətə son qoyulması biz 1408 ilə götürürük də Bəli, Sərdərud döyüşü bəli, ilə, düzdür? bəli, Yoxsa bəli. Şeybanilərin varlığına son qoyulması ilə, hansı ilə götürək onu? Sərdərud 1408 ilə döyüşü ilə götürək. də, hə müəllim? Bəli, 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 bəli. Hə, 1408 ilə, hə, bildim Bəli. müəllim, bildim. Çox sağ olun. Aha, buyurun. Cahan şahid xüsusiyyətlər verib. A. Heç vaxt. B. Qaraqoyunlar heç vaxt. C. Əlbəttə. Yəqin ki, yenə cavab səhv verilibdir. D. Sorğal əvvəldən verilir. Y. Cahan şahdan sonra bir dənə bir illik hökmdar var. Həsən Əli. Cavab C. Sonra. Başqa. Müəllim, orada 13'te de cevap indi ne oldu? B oldu yoksa Y? 13-də cavab Y oldu. Y oldu. Ye. Bəli, bəli. Ama Bəli. 14'te B, elə mi? 14-də B, bəli. Sonra. Sonra orada 22'ye baxaq müəllim. Orada da nəsə dəyiş döyüş var. O var. 22. Qaraqoyunlu feodal hakim. Yəqin ki, Qaraqoyun dövləti və Qaraqoyunlu feodal hakimliyi verir. Bir dənə baxaq. 1, 2, 3 yazaq görək. Teymurlarla mübarizə aparılması. Aparaq 3-ə. Həm dövlət yaranmamışdan qabaq, həm dövlət. Osmanlılarla dostluq əlaqələri. Həmişə. Yenə 3 aparaq. Ölkə ərazisində Teymurun şarqın hücumlarının baş verməsi dövlət vaxtı. Cəlalilərlə Teymurlara qarşı hərbi ittifaqın yaranması 1394 feodal hakimlik vaxtı. Avropa ölkədə geniş əlaqələr, biz Qaraqoyunda bunu görmürük. Cavab budur. İndi bilmirəm arxasında nə çıxıb. Cevap 1'e D, 2'ye G, 3'e A. Hə, Yerləri dəyişik qoyublar. yerlərin bilsin nətər burada yaxşı düşməyibdir. Yəqin ki, bu Qaraqoyunlu feodal hakimliyi budur. Yəqin burada veriblər. Bu da nəşrindən belə düşüb. Bu Qaraqoyunlu elə bir feodal hakimliyini birə veriblər. Bax belə. Bəli. Bu da bəli. bunun davamçısı kimi də ona görə. Yəni yerlər dəyişəcək. 1D, Biz yerlərin dəyişib yazmışıq amma bəli, arxada 1D, 2C, 3AB. Belə. Elə bir ki, bu bunun arxasında. Nəşrdə biraz yaxşı düşməyib. Sonra Vəssalam keçək o birisinə müəllim. keçək. 51. Buyurun. 51. Yeddiye zəhmət olmasın. Bu dəqiqə. Uzun Həsənin hakimiyyət dövrü üçün səciyyəvi deyil. Osmanlılarla döyüşlər əlbəttə ki, var. Səfəvlərlə qohumluq əlaqələri, bəli, iki tərəfli. Həm öz bacısını ələ vermişdi, həm də Şeyx Heydərə öz qızını vermişdi. C. Xeyr. Uzun Həsən 3-cü İvanı yola verir. Çünki ondan qabaq Qızıl Ordu hökmdarı Əhməd xan gəlir, öz adamını göndərir daha doğrusu və deyir ki, 3-cü İvan səndən belə bir şey istəyəcək, ona güzəştə getmə. Şərqi Gürcistan əlbəttə ki 1474-1477 var. Niyə də istəməsin? İstəyirdi, amma alınmadı. Cavab C. Cavab C, bəli. Sonra. Hı-hı. Müəllim, üzürlü hesab eləyin. Buyurun. Bu Sərdərud döyüşündən sonra deyirsiniz ki, Teymurilərin tamamilə Azərbaycanda varlığına son qoyuldu. Amma orada hələ Sultaniyə Teymurilərdə qalır axı. Elə o Sultaniyə məsələsinə görə əslində 1408-dən sonra Sultaniyə ərazisini də alır. Çünki Sultaniyə Azərbaycanın belə deyim, cənubunu da cənubuna düşür. Ola bilər müəyyən xəritlərdə yanlışlıqlar verilir. Elə həmin o Sultaniyə məsələsi Qara Yusifin əlinə keçdiyinə görə sonradan Şahruxla problemlər yaranır. Biz o Teymurlar məsələsini bayaq müəllimə deyəndə mən özüm bilərəkdən o məsələni qabartmadım. Çünki bizdə düşəcək olan 1408-dir. Ona qalsa sonradan Teymurlar 1421-də yenidən gələcəklər Alaşkert döyüşündə Azərbaycan qazalar, bəli. Yəni çoxdur. Əsasən bizə düşən 1408-dir, ona görə müəllim. Çünki mən bu sertifikatdan biraz çəkinirəm. Deyirəm birdən o xətt Qətiyyən xırdalıqlar. çəkinməyin, narahat olmayın. İkinci sertifikatdan çəkinərsiniz, bu dəfə çəkinməyin. Narahat olmayın. Sonra 11. 11. Qara Yusif, Uzun Həsən və 1-ci İbrahim. Teymuri qoşunlarının məğlub edilməsi. Üçü də. Qara Yusif özü şəxsiyyət kimi veriblər. Heç hökmdar olduğu da yazmır. Qara Yusif dəfələrlə, Uzun Həsən Muğan döyüşü, İbrahim 1405 Kür döyüşündə Teymurun nəvəsi Mirzə Ömərə. Osmanlılarla dostluq əlaqələrinin saxlanması.
Aha, bu yalnız Qara Yusifdir. Həmişə dost olublar. 15-ci əsrin ilk 10 illiyi, yəni 1401, 1410. Bu da 1407-də İbrahim Dərbəndi. Bu da getsin bura. Səfəvi Şeyx Heydərin hərbi yardımdan istifadə edib Uzun Həsən. Kimdən müharibədə? Muğan döyüşündə. Və buradan da götürürük ki, deməli Səfəvilərlə də Teymurilərin savaşı olub. Çünki Ərdəbil hakimliyinə 2-ci Cad kimi Səfəvilər desə, deməli Səfəvi Teymuri savaşı olub. Dövlət kimi yox. Ərdəbil hakimliyi kimi. Qaldı ki, 15-ci əsrin 70-ci ildə Şirazda əleyhinə qiyam baş verməsi. Hə, bu görəsən bizə dəqiqə. Birə deməli Bakı variantıdır. 2-yə nə yaparmışıq? D yeni, 3-ə S, 4-ə A. Yəqin ki, onda cavab kimi D-ni veriblər. Şirazda əleyhinə qiyam bu bilsiz nədir? Bu Uğurlu Məhəmməddir. Uzun Həsənin oğlu atasına qarşı qiyam qaldırır və qaçır 2-ci Mehmetin yanına. 2-ci Mehmet də hətta öz qızını ona ərə verir. Sonradan həmin nikahdan Gödək Əhməd adında uşaq dünyaya gəlir. O 7 ay D hakimiyyətdə variantıdır olacaq. müəllim. Bəli, cavab D. Müəllim, bəs onda buradakı D var, Səfəvi Şeyx Heydərin hərbi Bəli, yardımdan istifadə etməsi. Burada biz bəli. Səfəvlərin Ərdəbil hakimliyi dövrünü necə qəbul eləyək? Onda hakimlik dövrü kimi götürməliyik də, dövlət kimi yox, eləmi? Bəli, bəli, dövlət kimi yox. Sadəcə Səfəvilər deyə bilərsiniz, amma Səfəvi Deyə dövləti deyə bilərik. bilməzsiniz. Hə, bax Bəli, onu bəli, soruşmaq bəli. istəyirəm. Biz ona Səfəvilər deyə bilərik də onda. Bəli, mütləq şəkildə. Səfəvilər 2 döyüşdə vuruşublar. Səfəvilər 2 döyüşdə Teymurilərə qarşı vuruşublar. Bunun biri 1405-dir. İbrahim Dərbəndi öz müttəfiqləri ilə Gürcü, Şəki, Gəncə, Ərdəbil kimə qarşı vuruşub? Mirzə Ömərə qarşı. Ərdəbil həmin o Səfəvilərdir. Bir də bayaq dediyim döyüş 1468-69 Muğan döyüşü. Davam edək. Başqa. 24. 24. Eşitmədiyim olanda sonra onu mənə bir 25-də daha baxaq. Orada da mənə gəlir ki, bir dənə ziddiyyətli baxaq. variant var. Mənlə 24 nə? burada 23 gəlir, 25 gəlir, sonra 24 gəlir. Zəhmət olmasa sual hansı suala baxaq? Bir də onu deyə bilərsiniz. Ağqoyunlu feodal hakimliyi 24 müəllim. Ona baxaq, ha? Yaxşı. Yox, Ağqoyunlu mən feodal. deyirəm, yəni deyirəm 24 elədir. Onda gəlin Başlığı 24, onda gəlin birinci 25-ə baxaq, ardıcıl olaraq, sonra baxaq. Yaqub Padşahın hücum edərək mülklərini müsadə etdiyi hakimliyin mərkəzi. Bu Ərdəbildir. Bu heç. 2 dənə, 3 dənə Ağqoyunlu hökmdarı Ərdəbilə yürüş edib. 3 dənə. Biri keçə dəqiqə. Biri Uzun Həsəndir. Uzun Həsən 1470-də daxil olub, vaxtilə Qaraqoyunlu Cahan Şahın bura yerləşdirdiyi kukla olan Şeyx Cəfəri götürüb hakimiyyətdən və Şeyx Heydərin belə desək, Ərdəbil taxtını ona qaytarıb. Biri Sultan Yaqubdur. 1488 Şahdağ döyüşündə qalib gəldikdən sonra Ərdəbili viran qoyub. Öz bacısı, Şeyx Heydərin yoldaşı onun bacısı idi. Öz bacısı və bacı uşaqlarını, Sultan Əlini, İbrahimi və İsmaili İstəxir qalasına salıb. Biri də Rüstəm Mirzədir. 1494 Şəməsi döyüşündə qalib gəldikdən sonra Ərdəbil talan edib ki, İsmail ələ keçsin, amma alınmayıb. Bax, bu 3 hökmdar. İndi burada da Sultan Yaqub deyirsə, söhbət nədən gedir? Ərdəbildən gedir. 24. Ağqoyunlu feodal hakimliyi Ağqoyunlu dövlətindən fərqli olaraq, feodal hakimliyi fərqli olaraq deyir. Teymurilərlə hərbi ittifaqda idi. Ağqoyunlu feodal hakimliyi, bəli, bax, bayaq mən deyən cümlələrdir. Teymurilərlə dostdur, amma Ağqoyunlu dövlətində biz bu dostluğu görmürük. Biri götürək. Osmanlılarla müharibə həm orada var, həm burada var. Orada var Qoyli Hisar, burada var Beyşəhər, Malatya, Otluq, Beli. Səfəvi feodal hakimliyi ilə qohumluq. Maraqlıdır. Səfəvi feodal hakimliyi qohumluq əlaqələrinə malik idi. Belə bir məsələ var da. Şeyx Cüneyd vaxtilə Ağqoyunlu Uzun Həsənin bacısından evlənmişdi. Şeyx Heydər və Uzun Həsənin qızı ilə hələ ki, canımızı bir üst götürək və irəliləyək, çünki orada illər biraz işə düşür. Qaraqoyunlu dövlətilə müharibə aparırdı. Üçü götürməyək daha doğrusu, çünki 3 oxşarlıq olacaq. Hələ qalsın. Qaraqoyunlu dövlətilə müharibə aparırdı. Bu da düzgün cavabdır. 1-4-dür. 1-4 daha optimal variantdır. Çünki Qaraqoyunlu dövlətindən son qoyanda Ağqoyunlu hələ feodal hakimlik idi. Qaraqoyunlu dövlətinə son qoyandan sonra Ağqoyunlu dövləti yaranır. Daha Ağqoyunlu dövləti
Qaraqoyunla necə mübarizə apara bilər? Ona görə cavabımız ən optimal variant 1-4-dür. Qaldı ki, 1-4. mərkəzi Van şəhəri. Amma Qaldı ki, mərkəzi variantı Van şəhəri düzgün bura Qaraqoyunludur. gəlmir. Necə Mən də mənim? 1-4 götürmüşəm. Mən də 1-4 götürmüşəm, amma variantda uyğunluq gəlməyibdi. Aha, bəs variant nə çıxıb? Yox, elədir, elə cavabda da. variantıdır. Ola bilər. Aha, 1-4. Mən baxa Bir də bilmirəm. sizə bir sual vermək olar. Bu Əlbəttə. Əgərli feodal hakimliyi ilə bağlı. Qara Hı Yoluk hı. Osman bəy, baxsa Osmanlı imperiyası Osmanlı dövrü ilə də müttəfiq olubmu? Qara Yoluk Osman bəy Osmanla müttəfiq Onun olmayıb. dövrü. Xeyr. Heç Xeyr, vaxt olmayıb. olmayıb. Aha, Yox, oldu yox, sağ ol. olmayıb. Sağ ol. Özdə Amma nəzərə alsaq ki, özdə Osmanlıda- nəzərə alsaq ki, adamın hakimiyyət dövrü elə bir dövrdür ki, Osmanlıda vəziyyət həddindən artıq çətindir. Çünki 1402-ci ildə Bəyazidin ölməsindən sonra 1451-ə qədər Osmanlıda titrət dövrüdür. Aləm qarşı burada bir-birinə. Osmanlı yoxdur, daha doğrusu. 1451-ə qədər yox, daha doğrusu üzr istəyirəm, 1421-ə qədər. Yəni bu 19 ildə Osmanlı heç özündə deyil. Sonra 1421-dən sonra ikinci Mehmetin atası gəldi, Murad. Ondan sonra zaman-zaman düzəldi. Sonra Müəllim, üzrlü hesab elə 1413-ə qədər Mehmet Çələbiyə qədər deyil fitrət dövrü. ondan sonra olmadığına görə, belə deyim, tam nizam-intizam tam oturmadığına görə 2-ci Murada qədər. Ona görə bəzən türk tarixləri 21-ə qədər çəkirlər. Amma siz dediniz sırf bəli, o bilsə onun nəyə oxşuyur? O Lalə dövrü kimi oxşuyur. Bəzən 3-cü Əhmədin bütün hakimiyyətlərini götürürlər, bəzən İbrahim Paşadan götürürlər. Yəni ümumi olaraq məlumat verdim ki, bəli, demək olar ki, 21-ə qədər keçmə-keçli dövr olur. Amma fitrət dövrü sırf demək olar ki, Çələbi ilə sinonimdir, bəli. Sonra Ceyhun müəllim 26-ya bir dənə baxaq da, 5-ə baxaq. baxaq, 5 baxaq. niyə aid olmasın ki? Bir daha 5-ə baxaq. Ağqoyunlu dövlətinin tarixi üçün səciyyəvi deyil. Osmanlıya qarşı Avropa dövlətlərindən hərbi yardım almışdı. Almışdı. Aiddir. Aha, aiddir. Cavab Hə, olaraq siz- aid deyil də 5-i də götürüblər, ona görə deyil. Aha, indi bir məsələ var da. Almadı. Almışdırmı? Almışdırmı? Almamışdı. Vermədilər. Çünki Venesiyalılar da vermədi. Əgər məsələn desəydi ki, hərbi ittifaq bağlamışdı və yaxud müqavilələr elətmişdi, almışdı deyir. Almamışdı axı. Ala bilmir, ona görə götürüblər. Sonra bitdi mi 51-də müəllimlər? Keçək 52-yə, buyurun. Bəli ki də varsa deyin, yoxdursa yenə davam edin. Neçə? 13. 6, 13. 6. 6 da eşitdim, səhv eləmirəmsə. Səhv etmirəmsə. Yoxsa yox. 6-ın deyən oldu. Bəli, müəllim, bəli. Baxaq, aha. Aşağıda qeyd olunan hər iki əlamətin aid olduğu hökmdar Osmanlı dövləti ilə dostluq, Səfəvlərlə müharibə aparmışdı. Cahanşah və Sultan Yaqub. Dərhal gözüm çəkdi, qoy bir dənə dəqiqləşdirim. Cahanşah həmişə dost olacaq, bəli. Səfəvlərlə müharibə aparıbmı? Bəli. Samur döyüşü. Sultan Yaqub atası Uzun Həsəndən fərqli olaraq 2-ci Bəyazidlə dost olubmu? Bəli. Səfəvlərlə müharibə aparıbmı? Bəli. Şahdağ döyüşü. 1-2. 13-ə baxaq. Ağqoyunlu feodal hakimliyi 15-də 20-ci illərində, yəni 1420-1429-cu illərdə. Qaraqoyunlu dövlətinə qarşı mübarizə aparırdı. Aparsın. Şahrux gələndə ona kömək edənlərdən biri də Qara Yoluk Osman bəydir. Olsun. Teymuri Şahrux elə indicə dedik ki, 1-2. Cavab hələ ki 1-2 oxşuyur. Uzun Həsən 1453-də gəlib, xeyr. Teymurlərin Osmanlılar üzərində qalibiyyətindən istifadə edib ərazisini genişləndirib, bu 1402-dir, 20-ci illər deyil. Diyarbəkir şəhəri mərkəzə çevrilib, xeyr. Çünki Diyarbəkiri mərkəzə çevirən 1394-cü ildə bəyliyi yaradaraq hakimiyyətə gələn Qara Yoluk Osman bəydir. Deməli, cavabımız 1-2-dir. Sonra başqa. Ölçü keçəkmi? 53-də 1. 53-də 1. Aha. Xəritədə rəqəmlə işarələnmiş ərazilərə aid olmayan fikri müəyyənləşdirin. Birimiz haradır? Deyəsən Şamaxıda axı. 2 Ərdəbildir, 3 də Təbrizdir. Bir baxaq. 15-ci əsrin 60-cı illərində yenidən paytaxt şəhərə çevrilmişdi 1468-də. Təbriz, yaxşı. Sultan Yaqub və Rüstəm Mirzənin qoşunları tərəfindən bayaq dedim. Ərdəbil. Bayaq yuxarıda izah elədim.
15-ci əsrin 80-ci illərində Şeyx Heydərin hücumlarının əsas hədəfi idi. Şirvan. Bunu da dedik. Aha, baxaq. Qaraqoyun Tayfa İttifaqının, aha. Bu Vandır. Vana aid xüsusiyyət yoxdur. Van bu tərəfdədir. Şərq Anadolu o tərəfdə. Təbrizə sahib olmaq Azərbaycanı tutmağın asayı. Deməli, bu 3 dənə şəhərə aid olmayan variant deyil. Bəlkə də indi yenə də səhv veribdi cavabı, onu deyəm mən. Səhv veriblər, C-dir. Mən D yazmışam, orada C çıxır. Bəli, çünki deyirəm də, ezinə görməməzsiniz. Sərraf adamsınız, gözünüzdən qaçmaz. Sonra İkiyə də baxaq da. baxaq. Hər Müəllim, şey burada yaxşı olacaq. düzgün cavab C-dir, hə? Harda Yox, əzizəm? yox, D-dir. D-dir, 53-də D-dir. Burada D. Hı-hı. C səhv veriblər, yəni cavabda C-dir, səhvdir. Aha. Əziz insanlar, birinci burada Ağqoyun dövləti meydana gəlsin 1468-də. Sonra Venesiya ittifaq bağlayaq 72-də. Venesiya bizi allatsın ki, sıxın, sizi silah gözləyir. Orada heç nə tapmayaq, sonra bir neçə gündən sonra Bey şəhərə gələk. Cavab C Bilirsiniz, deyir. İkini də elə səhv veriblər də, 2 də 2, 3, 1, bəli, C-dir. Yazıq Ağqoyunlu inanır Venesiyaya. Niyə? Çünki bu dövrdə Venesiyanın özü Osmanlı ilə müharibənin içində idi. Maraq üçün deyim ki. Sonra Səhv süf yazırlar bu testi. Sonra da 10-dur. Məndə 10-dur. əsəbləşməyin xırda şeylərə görə. Boş şeylərdir. Qara Yusifin fəaliyyətinə aid deyil. Cənubi Azərbaycanda yeni türk mənşəli dövlət. Əlbəttə 1410 Qaraqoyunlular. Şirvanşılar dövləti 1412 əlbəttə. Gürcü çarını edam eləyib həmin döyüşdə. Çünki Kür döyüşündə Gürcü sarı da orada var idi. Təbriz döyüşündə Teymuri hərbi qüvvələrinin məğlub edilməsi. 1408 Sədrut Təbriz yaxınlığındadır. Aha. Öz hakimiyyətinin Kür çayından şimal torpaqlara yayılması yayıb. Aha, indi yenə baxmalıyıq, görək harda səhv eləmişik. Qara Yusifin fəaliyyətinə aid deyil. Cənubi Azərbaycanda yeni türk mənşəli dövlət olsun Təbriz. Şirvanşılar dövlətinin Qaraqoyunlu dövlətinə tabe edilməsi 1412 olsun. Gürcü çarının edam edilməsi eləyir. Öz hakimiyyətini Kür çayına şimala yayır. Təbriz döyüşü çox güman ki, burada variant D-ni saxlayıblar. Və Təbriz döyüşdə burada 1435 kimi nəzərdə tutub Qara İskəndərə aid veriblər. Mənə maraqlıdır. Burada hansı variantı veriblər? C variantı çıxır, müəllim. Bunu nəzərdə tutub. Amma əslində diqqətlə, Təbriz döyüşü, əgər Təbriz yaxınında yazsaydı, o Sədrut döyüşü keçərdik. Çünki yerdə qalan variantları çıxmaqla yeganə variant o qalır, optimal variant. Sonra 9. 9, qayıdaq 9-a. Qara Yusif və Sultan Yaqub. Teymurlərin məğlub edilməsi. Bu Qara Yusifdə var. Yaqubda heç nə görmürük. Ancaq uzun əsən Teymurlərin əsaslaşıb Muğan döyüşü. Osmanlılarla dostluq əlaqələrinin saxlanması. Qaraqoyunlar həmişə Yaqub padşah atasından fərqli olaraq Səfəvlərin Ərdəbildəki mülklərini müsadirə edən Yaqubdur. Dövlətin əsasını qoyan Qara Yusif. Şirvanşılarla hərbi ittifaqda olan Fərrux Yasarla 1488 Şahdağ döyüşündə Yaqub padşah. Biri AD, 2-yə S-yi, 3-ə B. Bakı mı çıxıb? Yox, D variantı çıxıb. Amma mən B götürmüşəm. B-dir cavab, yəqin ki onda. Yəqin ki düz izah elədik. Müəllim, o ona görə 1435-i götürüb ki, Qara Yusif hökmdar değildi də. Ona görə 8-i götürməyib. 35-i götürüb Qara İskəndərə görə. Doğru Dedik. cavab. Bəli, onu dedik. Bəli. Sonra Müəllim 13-də mən 4-ü yazmamışam. baxaq. Qaraqoyunlu feodal hakimlər Şirvanşılar arasında ortaq cəhətlər. Osmanlı dostluq münasibətlərinin saxlanılması. Bir dənə 4-ü götürməmisiniz? Bəli. 4-ü götürməlisiniz. Yəni ki, cavab kimi veribdir. Burada deməli, cavab kimi nəyi verib? Osmanlı dostluqları yox, Şirvanşılarda dostluq yoxdur. Aha, bizə dəqiqə. Veriblər cavabda. Verəcək. Deməli, burada cavab kimi nəyi veriblər? Siz onu mənə deyin. 2-3-4. 2-3-4, ha? Bəli. Bizə dəqiqə. 2-3-4. Aha. Teymurlarla müharibə, Cəlalilərlə ümumi düşmənə qarşı ittifaq yaradılması. 4-ü, o biri variantda belə baxıram, problem yoxdur. 4-də nəyə veriblər? Təbii ki, Qaraqoyunlu feodal hakimliyi Təbrizə də keçilməsi uğrunda ilə Qara Yusifin savaşlarını görürük. Şirvanşah İbrahim Dərbəndi də 1406-cı ildə
gələndə, Təbrizə gələndə düzdür, əslində onu 1406-cı ildə üsyan olmuşdu, üsyana çağırmışdılar. Amma istəsəndə bu mübarizə sayılır. Sözün düzü Teymurun sağlığında Şirvanşılar buna cürət etməzdilər. Çünki Teymur burada olmadığı müddətdə, belə deyim də, doğrudan da Təbriz Azərbaycanı ələ keçirmək üçün əsas asar hesab olundu. Amma Teymurun vaxtında Şirvanşılar bunu etməzdi. Yəqin onu nəzərdə tutub. Qalır ki, Osmanlı dostu münasibətləri Şirvanşılarda görmürük, düzdür. Şirvanşahların süqutundan sonra Şirvanlarda Osmanlılara yaxınlıq görürük, amma dövlət kimi görmürük. Əksinə hətta Şirvanşahların biz Osmanlılarla savaşını görürük 1402-ci ildə Teymur tərəfdən. Yəni 4-ü müəllim o İbrahim Dərbəndəyə görə veriblər. Sonra Yəni götürməliyik də 4-ü. bəli, götürməliyik. Sonra başqa Bittim. 7. Yok bitti yani burada yoktu. Ha, bitti. Burada bitti. Ha, 7 işte. Tamam. Başqa 54-ə keçək yoxsa? 54-ü verməmişdik. Hə, 54-də idi artıq deyəsən. Yoxsa 54-ü verməmiş? Vermişiz müəllim. Hə, eybi yox. Baxaq, kim yazmayıbsa eybi yox. 12'ye baxa bilərik 54-də. 12. Bəli. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində müharibələr ərəfəsində vilayətlərdən qoşun toplayırdı. Təbii ki, kimlər? Təbaisilər, bəli. Qaralı kəşfətə baxırdı. 20. PSTK. O, Gürcülər ittifaq yaradaraq Şirvanşıların Səlcuquna aslında son qoymuş. Aha. Deyir ki, atadan fərqli olaraq oğul, yəni 3-cü Mənüçöhrdən fərqli olaraq 1-ci Axistan. Slavyanlarla mübarizə aparmışdı. Bəli, bu fərqdir. Əvvəla 3-cü 1-ci Axistan hakimiyyətlərində burada qeyd eləyək. 1160, 1196. Slavyanlarla 1175, bəli, bu fərqdir. Xarəmşah dost münasibətləri yaratmağa çalışmışdı. Bu da fərqdir. Çünki Xarəmşahlar 2 dəfə Azərbaycana gəliblər o dövrdə. 1, 12-ci əsrin sonunda Təkəşin başçılığı altında. 13-cü əsrin əvvəllərində isə Əlaəddin Məhəmmədin başçılığı altında. 1-2. 12-ci əsrin ikinci yarısında, ata da 12-ci əsrin ikinci yarısında bir 10 il görüb. Bu səhvdir. İqta torpaqlarını, yəni bunlarda xüsusi bir paylanma görmürük. Və ya paylaşsa da ikisi də paylayacaq. Çünki niyə? İqta 7-14-cü əsrdə mövcud olubsa və Atabala hər ikisi 12-ci əsr hakimiyyətdə olsa, hər ikisi paylayacaq. Eldənizlərin hücumuna məruz qalmışdı. Hə, bu düzdür. Çünki bilirik ki, Axsistanı kim gətirib? Şəmsəddin Eldəniz. Amma sonradan Axsistan Eldənizlərə qarşı belə deyim, öz siyasətini dəyişdirir və Atabəy hökmdarı qızlarsa onu yenidən ağıllandırır sanki. 1190-cı illərdə. 1-2-5. Bax belə. Bu söhbət 1-ci Axsistandan gedir də. Biz 1-ci Axsistana aid olanı tapmalıyıq da, elə deyilmi? Bəli. Bəs yaxşı, 1-ci Axsistan Slavyanlarla mübarizə aparıb ki? 1175-də bəli, Slavyanlar gəliblər. O da 3-cü Georgi köməklə Slavyanların Gürcü qarşısına çarının alır. köməyi ilə, bəli. Bəli. Müəllim, zəhmət olmasa 16-17-yə təkrar qayıda bilərik. 16-17. Əlbəttə, niyə qayıtmırıq? 16. Oxşar xüsusiyyətlərin doğru verildiyi variant. Şirvanşılar və sacilər 10-cu əsrdə Bakı şəhərindən əsas liman mərkəzi kimi istifadə etməsi. Bakıdan istifadə edə bilərlər, amma Bakı əsas liman mərkəzi deyil, əsas Dərbətdir. Hələ ki, bu prinsipdən çıxaq yola, sonra görək başımıza nə iş gəlir. 16-17-sinə baxırıq biz. Hə, 16-17, mən bizə dəqiqə. 54-ün. Hə, yerlər dəyişik oldu. 16-cı salonda budur da. Döyüşlər arasında ümumi cəhət Bağdadla Muş, düzdür? Bəli, müəllim, bəli. Baxaq. Çünki burada rəqəmlər qarışdı bir anlıq. 17-dən sonra 16 gəldi. Mən də 16-ya baxaq onda. Qaraqoyunlarla Teymurlar arasında baş verib. Xeyr, Osmanlılarla Ağqoyunlar Qarayüzün hərbi qüvvələrinin qalib gəlməsi Teymurilərin. Aha, cavab yeri. Yəqin ki, yenə səhv veriblər. Bəli, müəllim. Mən yer götürmüşəm, amma kitabda səhv Bəli, yedi. Ona görə dərhal tez həll eləməyə çalışdım. Aha, baş vəzir dövlət idarəsində ikinci şəxsdir. Xeyr, əmirlər ümaradır. B həmişə, C həmişə. Sədr Əzəm vilayətlərdə məhkəmə və dini işlərə baxsın, olsun. Vəqf əmlakı olsun, möhürdar vəzirdir. 1 B C 2 A B. Aha, bizə dəqiqə 1 B C 2 aha. Vəqf əmlakını və dini idarələrə rəhbərlik edirdi. Vəqf əmlakını və dini idarələrə rəhbərlik, vilayətlərdə məhkəmə. Hə, bildim, tamam.
Burada A variantının üstündən xətt çəkirik. Çünki bu qazıdır. 1BS, 2B. Variant C. İndi ola bilər bunu da səhv veribdir. Bəli, müəllim, səhvdir. Mən də Və yazmışam. əslində Ceyhun müəllimən işi bir dənə müdaxilə eləyim. Buyurun. Əslində orada səhv verməyiblər müəllimələr. Və yerləri dəyişib onun 16, 15, 17, 16. O sonradan çıxan cavablarda ulduzla yerləri göstərilib. 17-nin cavabı 18-ə, 16-ya, 16-nın cavabı da 17-yə verilir. Bəs salam. Erzəngil mənə bütün Düzdür. suallara aydınlıq verdi. Yəni mən onu müşahidə eləmişəm, tapmışam. O görürəm ki, ulduzludur. Deməli o onun yerinə, bu bunun yerinədir. Var onun, var onun. Yaxşı eləmisiniz. Davam eləyək. Müəllim 14-ə baxaq da bir dənə. Baxaq, heç bir problem yoxdur. Aha, 13-cü əsr, 14-cü əsr, 15-ci əsr. Əhaldən tamğa vergisi alınması. Tamğa vergisinin alınmasının əsrinə baxsaq, bu 13-dən 16-ya qədərdir. 1565-ə qədər. Ona görə də biz bunu aparıb yəqin ki, qoyacağıq ortaya. Üçüncü Fəribürs. Üçüncü Fəribürs Xarəzmşah Cəlaləddinin yürüşünü görüb. 1225-27. Bu budur. Təbrizin Şirvanşahlar tərəfindən 1406-dır. Bu 15-ci əsrdir. Qızılordu hökmdarı Canı bəyin Azərbaycana yürüş etməsi 1357-14-cü əsr. Əlişah məscidinin inşa edilməsi bu 14-cü əsrdir. Tacəddin Əlişah. Çünki hülakilər mövcud olub 1357-yə qədər. Tacəddin Əlişah da Yaxşıyıb Fəzlullah Rəşdəddindən sonra. O da 14-cü əsrdir. İndi belə yazdıq. Cavab nə çıxıb? Təbrizin Şirvanşahlar tərəfindən ələ keçirilməsinin ili nə vaxt idi ki? 1406. O ki Təbrizdə üsyan qaldırıb İbrahim Dərbəndini köməyə çağıranları. Bəli, bəli, bildim. Elə bir dənə Bəli, problemim o idi. Bəli. Sonra 22. 22 baxaq bu dəqiqə. Eyler-Venn diaqramı, Ərəb ağalığı, Monqol ağalığı, xidmət müqamində iqta. Əgər iqta bayaq yuxarıda qeyd etdiyim kimi 7-14-dürsə, deməli hər ikisi paylayıbdır. 1, 2, 3. Aparaq qoyaq oxşaram. 3-ə. Azərbaycanın şimalında Rabat adlanan hərbi məskənlər. Rabat. Hə, ərəblərin dövrü. Tamam, olsun. Kəndlərin torpağa təhkim edilməsi qısa olaraq Qazanxan, Monqol ağalığı dövrü. Monqol ağalığını ümumiyyətlə fasilələrlə 1239-dan 1410-a qədər çəkmək olar. Cəlallərin süqutuna qədər. Cəlalə də Monqol mənşəlidir. Kilsəni vergidən azad eləyən ərəblərdir. Çünki Monqollar üçün kilsə falan onlar elə şeylərə fikir vermirdilər. Qaldı ki, malcəhət vergisinin alınması. Biz malcəhəti 15-ci əsrdə görəcəyik ilk dəfə. Ona görə də Y variantını bəzi variantlardan silək. Nə tapmışıq? 1B-də tapmışıq. 2C, 3A. Variant C-ni tapmışıq. Belə. Malcəhət, əziz insanlar, 15-ci əsrdir. Və malcəhətin də riyazi cədvəli budur. 15-19. Yəni malcəhət 15-də də olub. 16, 17, 18, 19. 70-ci illərin islahatlarındadır bu adam. Bəli. 1800. Bəli. Sonra Müəllim, bir söz soruşmaq olar. əlbəttə buyurun. 15-ci əsrə qədər Şah həkim olub, yoxsa 17-ci əsrin ikinci yarısı? Bakı mı? Dərbənd mi? 15-ci əsrə qədər. Eləmi, ha. Bəli. Çox sağ ol. 25. 25. Monqolların Cənubi Qafqazda ikinci yürüşü ərəfəsində. Ərəfə. A variantı ola bilməz. Gəlsinlər, tutsunlar ki, ikinci yürüşdə bu olsun. Arazdan Cənubda Şirvanşahlar yoxdur. Xarəzmşahlar tərəfindən işğal edilmişdi. Hə, bu olar. İşğal edilmişdi. Çünki Monqolların birinci və ikinci yürüşü arasında Cəlaləddin gəlir. Variant C. Eldənizlərin paytaxtı Təbriz şəhəridir. Çoxdan getmişdi. Yəni Eldənizlər 1225-də gedib. İkinci yürüş ərəfəsində o deməkdir ki, ikinci yürüş 31-dirsə, yəni 31, 30. Ərəfə dedə çox da əvvələ getmək olmaz. Marağa Ağsunqürlər, Marağanı da Cəlaləddin tutmuşdu, Ağsunqürlərə son qoymuşdu. Yəni ki, variant C. Sonra Müəllim, bu 26-da bir dənə baxın da zəhmət olmasa, paytaxtın Şamaxıya köçürülməsi məziyyətlərin dövründədir də, elə deyilmi? Bəli, məziyyətlərin dövründə. Aha. Tamam, aydın. Tamam. Bu sizi çaşdırmasın. Fikir verin. Məhəmməd ibn Yezidə fikir verin. Adam məziyyətdir. Amma bir dənə suala da fikir versəniz, yəqin ki, hamınız da fikir vermirsiniz. Şirvanşahlar dövləti deyir.
Bəli, orada iqamət Deməli, Y etməli, variantı ona heç halda dövlət iştirak deyildi. etməyəcək. Bəli. Başqa qaldı mı müəllimlər burada? Qalmadısa onda buradan yekunlaşdıraq, keçək Mənim emoşemə. heç bunda bir dənə də səhvim olmayıb. Harda? Emoşemdə Yeganə testdir ki, bunda səhv eləməmişəm mən ümumi sınavda. hər şey birincidən başlayır. Bundan sonra səhv eləməyəcəksiniz. Yox, Baxaq, emoşemə baxaq. birinci deyil axı, ondan əvvəlkilərdə olub, bunda olmayıb. Müəllim, bu Venn Bu diaqramı var, bax salırlar. Görən bizə bu Venn diaqramı salınar. əlbəttə salınar. Nə çətin şey var ki, narahat olmayın. 1, Əslində benim diaqramı yazmaq rahat olur məntiqlə Bəli, zadla. bəli. Birə baxaq, 4-ə baxaq. 4-ə baxaq. 1, Baxaq 4-ə. 1. Hə, 1. Hə, elə bildim orada nəsə. Əsəd döyüşündə iştirak edən tərəflərin heç birinə aid deyil. Aha, əsəd döyüşündə iştirak edən tərəflər kimlərdir? Qaraqoyunlular, bir də Bir də Cəlairi. Cəlairi. Gürcülər üzərinə yürüş etmək. Qaraqoyunlular Şərqi Gürcüstanı tutublarsa, yürüş ediblər. Hələ ki bu variant qalsın. Yəni üstünə xətt çəkək hələ ki. Şirvanşlara asılı hava salıblar. Hər ikisi Şirvanşa asılı salıb. İstər Qaraqoyunlu, istər Cəlairi. Diyarbəkir ərazisinin mərkəz seçmə. Yəqin ki, cavab C-dir. Çünki Qaraqoyunlular Diyarbəkir seçməyiblər, nə də Cəlairilər. 14-cü əsrin 4-cü rübündə mövcud idilər. 14-cü əsrin 4-cü rübü, yəni 4-cü 25-liyi deyir. 1376-1400. Cəlairlər var axı mövcuddur. Şirvanşlar dövlətlə müttəfiq olmuşdu. Qaraqoyunlular da müttəfiq olub, Cəlairilər də. Qaraqoyunlular nə vaxt müttəfiq olub? 1460 Samur. Cəlairlər nə vaxt müttəfiq olub? 1412-də Şirvanşah Cəlairlərə kömək göndərmişdi Kür döyüşündə. Elə bir şey tapmayaq ki, nə Qaraqoyunlara aid olmasın, nə Cəlairlərə. Burada da variant C-dir. 4. Səbəb-nəticə əlaqəsinin doğru verilmədiyi variantı seçin. Daha görə harada doğru verilməyib? Cahanşah taxtda çıxardan Teymur hökmdarı öldü, Baharlılar Teymurlərin. Bəli. Şahrux öldü və Qaraqoyunlar Teymurlərin mərkəzinə doğru hücuma keçdilər. Bu düzdür. Həsən Padşah qanunnamə hazırlayıb və vergilər nizamlanıb. Bu da düzdür. Hakimiyyətlə mübarizə güclərində Ağqoyunlu 2 yerə bölündü. Bu da düzdür. Əpər. Beyşəhər döyüşünün başlanması, Ağqoyunlu Osmanlı müharibəsinin birinci mərhələsinin başlanması yalan deyir. Çünki Ağqoyunlu Osmanlı müharibəsi 1461-də başlamışdı. Həmin ildə başa çatmışdı Yassı Səmən sülhü ilə. Sonra 1472-də başlayıb Beyşəhərlə. Bir də 1473-də başa çatmışdı. Yəni burada ikinci mərhələ olmalı idi. Cavab D-dir. 35-də Şahrux xanın Qaraqoyunlu dövlətinə yürüş etməsi, Cahanşah hakimiyyətə gəlməsi, bəli. Bir ildən sonra Cahanşah gəlir hakimiyyətə. Qara İskəndər götürülür. Bax belə. Onda Ceyhun müəllim, Səfəvilər kimi Ağqoyunlu da belə gedir. Birinci mərhələ, ikinci mərhələ, hə? Bəli, bəli. Yəni yəqin ki veriblər də. Çünki doğrudan da orada yazılır ki 1472-ci də Beyşəhər döyüşü baş verir və ona sülh pozuldu. Düşə bilər. Düşə bilsə bəli, götürmək olar. 6-cıya baxaq bir dənə. Baxaq. Məntiqi uyğunsuzluğu tapın. Osmanlı Ağqoyunlu mübarizəsinin ikinci mərhələsinin başlanması. Aha, nə yazaq bura? 1472 yazaq. Baxaq görək nə deyir burada. Bərdə döyüşü 1492, 2-ci Mehmet 1461, Uzun Həsən Teymurlərin məğlub etməsi 1468, Ağqoyunlarla Ərdəbil hakimliyi arasında mübarizənin başlanmasını, ən tez bunların arasında mübarizənin başlanmasını 1488 götürmək olar. Aha. Tamam. Məntiq uyğunsuzluğu tapın. Bu tipli testlərdə İnan adamı gic eləyib qoyulur. Yox, Yəni burada C variantıdır da. 2-ci Mehmet Trabzonu işğal etməsidir də. Ağqoyunlu dövləti yox idi də mənim orada. Yox, əlaqəsi yox idi axı müəllim. Yox, məsələ əlaqəsi yox idi. Yox, bir məsələ var da. Müəllimənin sözündə həqiqət var. Ağqoyunlu dövləti yox idi. Sadəcə bu tipli testlərdə bilmirsən ki, yazan 15-ci əsrin birinci yarısını yazmaq istəyir, 15-ci əsrin ikinci yarısını yazmaq istəyir, rüb yazmaq istəyir, nə etmək istəyir bilmirik. Burada variant müəllimlərdən kimsə dedi. Müəllim burada, şərt natamamdır. Hə, əgər burada variant C-dirsə,
Onda elə o müəllimənin orada səsləndirdiyi fikir belə deyim də önəmlidir. Hə, 2-ci Mehmedin Trabzonu işğal etməsi. Çünki bunu işğal edəndə Ağqoyunlar dövlət deyil. Yəni bir balaca bilsən qısa Həm yazılmış bir. dövlət deyildi Ceyhun müəllim, həm də əlaqəsi olmaya bilərdimi? Bu Osmanlı ilə Bizans Trabzon arasındaydı da. Ya Ağqoyunlu'nun nə əlaqəsi var idi ki burada? Yox, istər-istəməz aynen C də o cəhətdən əlaqə olacaq. Elə burada yəqin ki dövlət baxımından nəzərdə tutulur. Variant C, yəni müəllimənin dediyi daha belə deyim uyğun bir variant. Sonra Ona baxaq müəllim. baxaq ona. 8-ə baxaq sonra olar müəllim. Aha, 8-ə bax, əlbəttə olar. Qaraqoyunlu Səfəvi və Ağqoyunlu dövlətləri üçün ortaq cəhət. Osmanlı dövlətini məğlub edib. Qaraqoyunlu heç vaxt Osmanlı ilə savaşmayıb. Mərkəzləşmiş dövlət. Hə, ola bilər diqqətdən qaçıb. Səfəvi dövləti bunu eləyib. Qalibətli, hə, ola bilər nəsə diqqətdən qaçıb ya variant səhv olub. Qalibətli müharibələr əlbəttə. Qaraqoyunlular Cəlalilərə, Səfəvilər Ağqoyunlulara, Ağqoyunlular isə Qaraqoyunlulara son qoyub dövlət yaratmışdı. Bax belə. Soyurqal paylandığına görə dövlət zəifləyir. Tamam, hamısında soyurqal var. Soyurqal məsələsi onsuz da 4 dənə dövlətdədir. Qaraqoyunudur, Ağqoyunudur, Səfəvilərdir, bir də Böyük Moğoldur. Böyük Moğol. Qaraqoyunlu, Ağqoyunu bunu hər... Onun adı soyurqala başqa da deyirlər orada. Soyurqal, məsələ... Gələrəm o məsələyə. Qaraqoyunlu, Ağqoyunuda bu hərbiçilərə verilir. Səfəvilərlə Böyük Moğolda isə bu seyidlərə, dərvişlərə verilir. Yəni dövlət zəifləmir Səfəvilərdə buna görə. Ecəngül müəllim, nə dediniz? Bir də zəhmət olmasa deyin onu. Deyim, soyurqal 2 adda deyəsən işlərində Moğolda. Moğolda soyurqal deyirlər həm də. Bəlkə zəmindarlıq demək istəyirsiniz? Monqolda soyurqal yoxdur axı Ceyhun müəllim. Moğolda var, Monqolda var. Moğolda var. Soyurqal var. Nəzərə alsaq ki, orada Hindlilərin irsi torpaqları zəmindarlıq ola bilər ki, köhnə kitablarda nəsə onların qarışacağını verərlər. 10-cu sual. Mən belə bir şey qalıb yadımda. Müəllim, bəlkə Cagirdarı demək istəyir xanım. Yox, Cagidar ola bilməsin. Cagidar şərtidir əziz insan. O şərt olacaq. Yox, o olmayacaq. Cagir Dehlidən qalma deyildi müəllim. Zəmindar amma Moğola aid idi mən bilən. Bəli, mən sadəcə bunun fərqi odur ki, Yox, Cagir elə Moğolda yaranıb, Dehlidə Cagir yoxdur. Moğoldadır. Dehlidə yoxdur, Moğolda var. İnşallah mən bunu gələcək dərslərdə izah eləyərəm. Ora çatanda deməli zəmindar sadəcə indidə müəyyən qədər izah verim. Var zəmindar, var zəmindarlıq. Əgər zəmindardırsa Dehlidəyik. Zəmindar sahibkardır. Hansı torpağın sahibkardır? İqtanın. Və zəmindarın mənşəyi türkdür. Və onun torpağı iqta şərti keçir. Yox, əgər zəmindarlıqdırsa biz Böyük Moğoldayıq. Zəmindarlıq Böyük Moğoldayıq. Bu sahibkar deyil, bu torpağın adıdır. Və bu torpaq irsidir. Bu torpağın sahibləri Hindlidirlər. Bunlara Allah qoysa mən bir daha Dehli və Böyük Moğol dərsində diqqətinizə çatdıraram. Qaldı ki 10-cu sualda bayaq müəllimənin dediyi prinsipdən yola çıxsaq, Almabulağa döyüşüdür. Çünki yerdə qalanlar hamısı Ərdəbil hakimliyinə aiddir. Amma Almabulağa döyüşü artıq Səfəvilər dövlətinin özünə aiddir. Onu işləmişdim, bunu işləyəməmişdim. Hə, tamam. Sonra Ceyhun müəllim, sözünün qüvvəti, bu soyuqqal torpağı Monqollarda verildiyi harda yazılıb? Mən də onu görməmişəm heç vaxt. Moğol dövlətində verilib. Bəlkə səs yaxşı gələ bilər. Soyuqqal sadəcə Monqol sözüdür də, ehsan deməkdir. Əslində tamamilə doğrudur. Bizim kitablarımız hələ təzədən yenə yazılacaq. Əslində soyurqalı Azərbaycana, deyirəm yenə dilim dinməz durmur. Soyurqalı Azərbaycana ilk dəfə gətirən kimlərdir? Hülakilər. Və yaxud şiəlik olsun. Və yaxud şiəlik təqim olsun. Şiəliyi Azərbaycanda ilk dəfə biz Səfəvilərlə veririk. Yalan danışırlar. Qaraqoyunlar şiə idi. Və yenə də yalan danışırlar. Hülaki, Qazan xanın qardaşı Məhəmməd Olcaytu şiəliyi qəbul edib.
İndi 30 ildən 40 Ancaq ildən sonra da yenə nəsə yazarlar, özləri bilərlər də. ancaq Yəqin ki, Azərbaycana ilk dəfə əli gətirib çiyəliyi. aydın məsələdir. O vaxtdan var o məsələlər. Sadəcə bizdə elə yazırlar ki, elə bil ki, bunu ilk dəfə Səfəvilər gətirib. 7-ci Sonra, əsrdən yəni bu. bəli, bəli. O dövrdən var. Sonra 13. baxaq 13-ə. Sənətkarlıq, aha. Nə deyir burada? 14-cü 30-80-ci illərində sənətkarlıq ticarət mərkəzləri hara idi? Yəni sırf belə deyim də, cümləyə işlənmiş testi həqiqətən. Təbriz, Ərdəbil, Bəli, Gəncə. Təbriz, Ərdəbil, Gəncədir. Yəni sırf belə deyim də, konkret əzbər bir cümlədir. Belə bir sualın gəlmə ehtimalını görmürəm. MİQ üçün gələ bilər, amma sertifikasiya üçün gəlməyini gözləmirəm. Ərdəbil və Təbriz. Təbii ki, 6-nın Şəki olduğu, 4-ün Qarabağ tərəfdə təbii ki, 2 də Lənkəran tərəfdir. Ən əsas Gəncə, Ərdəbil, Təbriz. Yenə də yəni biraz mənasız sualdır. Sonra Mənasız suallar elə qabaqda deyə xronologiyalarda baxaq. yaxşı olar, 22-yə baxarıq. baxa bilərik Ceyhun müəllim. Biz burada sizə izləyən gəlməmə qorxmuruq. Necə? 22. Baxaq 20. Müəllim 19-a baxaq sonradan nə olar? Baş üstə. 14-cü əsrin ikinci yarısı Şirvanşahlar dövləti və 15-ci əsrin birinci yarısı Qaraqoyunlu dövlətinin üstün ortaq cəhət. Nə deyir bu? 1351, 1400 deyir bu. Bu nə deyir? 1401, 1450 deyir. Bax görək nə deyir. Qızılbaşları məğlub edərək Təbrizi işğal etmələri. Yox, yəni absurd bir şeydir. Cəlaliləri məğlub etmələri, Şirvanşahlar Cəlaliləri məğlub etməyib. Tutaq ki, Qaraqoyunlular 1410, Əsəd. Yox, bu da ortaq olmur. Teymurilərdən asılığı qəbul etmələri. Bu deyəsən cavabı oxşadı axı. 1386-da Əmir Teymur gələndə Şirvanşahlar Teymurdan asılı oldu. 1436-cı ildə də Şahrux Cahanşah hakimiyyətə gətirəndə Şahrux əvvəl Teymurdan asılı oldu. Deyəsən variant C. Azərbaycan vahid dövlət. Heç birisi Osmanlı dövləti ilə müttəfiq olmaları Qaraqoyunlular. Amma Şirvanşahlar yox. Variant C. Sonra neçəni dediniz? 22-ni? 21-ə baxardıq, 21-ə. Baxaq bu dəqiqə. Aha, Baharlıların Oyrat sülaləsini tabe etməsi. Oyrat sülaləsi demək Şəki deməkdir. Yəqin ki, bu da 1412 Kür döyüşündə Şirvanşahlar da məğlubiyyət uğradacaq. Şəkini də baxaq. Dərbəndlilərin Baharlılardan, yəni bu da nə demək istəyir? Yenə Şirvanşahlar demək istəyir. Baxarıq yenə. Baharlıların Azərbaycanın cənubuna yiyələnməsi. Təbii ki, bu 1410 dövlət yaratmasını götürək. Tamamını. Əslində 1408 də götürə bilərik bunu. Teymurilərin Şəkidəki hakimiyyətinə son qoyulması. Teymurilərin Şəkidəki hakimiyyətinə son qoyulmasını Kür döyüşü, bəli, 1405. Çünki 1405 Kür döyüşündə demək olar ki, kimlər Teymurilərə qalib gəldisə, hamısından qovuldular. Şəki, Şirvan, Gürcüstanında son qoyuldu Teymurlar. Bəli. Ona görə də deməli birinci götürək, deməli burada nəyə götürək? Teymurilərin hakimiyyətinə son qoyulması. 4-ü götürək, 3-ü götürək, 1-i götürək, bir də 2-ni götürək. Sadəcə 4, 3, 2, 1 varmı? Yoxdur. Elə bəxtimiz onda gətirir ki, yoxdur. Yəni 1 ilə 2 o qədər problem yaradan bir şey deyil. Baharlıların Oyrat sülaləsini tabe etməsi və yaxud Dərbəndlilərin Baharlı asılı düşməsi. Mahiyyət etibarən demək olar ki, eyni şeydir. Həm də bilirsiniz nədir bu? Burada elə bir şəkini tabe edir dərhal. Amma sonradan o İbrahim Dərbəndlə falan müqavilə uzanır. İbrahim Dərbəndi bir müddət əsir qalır. Sonra 1413-cü ildə belə desək azad edilir. İbrahim Dərbəndi 1413-də deyir ki, mən sənə tabeyəm. 1413-də onu azad edib göndərir. 4, 3, 1, 2 variant C. Sonra 26-ya zəhmət bu dəqiqə. 22-yə baxaq da Ceyhun müəllim. Baş üstə, baş üstə. Xəritəyə uyğun situasiyanı müəyyənləşdirək. Nə situasiyadır? Nəsə istəyir. Aha. 2-də yerləşən ərazi Ağqonadan asılı olmuşdu. Bakı. Olsun. 2-də yerləşən ərazi nə deməkdir? Şirvanşahlar mı nəzərdə tutur? Bir daha qalsın bu. 1 və 2 Baharlılardan asılı olmamışdır.
1-lə 2 baharlardan asılı olmamışdır. Hı -hı. Baharlardan Qaraqoyunlu. Şirvan da olub, Şəki də olub, bizi dəqiqə. 3 və 4 Qaraqoyunların siyasi mərkəzi olmuşdur. 3 ilə 4. Yox, 3 Ərdəbildir axı. Bu Hüseyn avtomatik silək. 4 Sultan Mehmet yürüşə hazırlaşsa da baş tutmadı. Sultan Mehmet bura heç vaxt gəlmək istəməyib axı. Üstə yerləşən hakimlik ilk dəfə Bayandurların himayəsində olub. Üstə yerləşən hakimlik ilk dəfə Bayandurların himayəsində olub. Aha. Deməli, üstə yerləşən hakimlik Ərdəbildir. Ərdəbil Bayandurların himayəsində olubmu? Hə, olsun. Üstə yerləşən ərazi Ağqoyunlardan asılı olmuşdur. Yəni ki, Şirvan kimi nəzərdə tutub, Ağqoyunlardan asılı olmayıb. 1-lə 2 baharlardan asılı olmamışdır. Olub axı. Bu da olub. Çünki Şəki də olub, Şirvanşahlar da olub. Üstə yerləşən hakimlik ilk dəfə Bayandurların himayəsində olub. Yürüşü hazırlaşsa da baş tutmadı. Burada iki cavab arasında var, gəl eləmək olar. 4-də Sultan Mehmet yürüşü hazırlaşsa da baş tutmadı. Sultan Mehmet Təbrizə doğru bir yürüşü hazırlaşmayıb axı. Cavab o veribdi müəllim. B Cavab yazmışdım. onun. Yox, B hansıda o heç. Üstə yerləşən hakimlik ilk dəfə Bayandurların himayəsində olub. Əslində himayə demək biraz düzgün ifadə deyil. Ağqoyunlardan qabaq Şirvanşahlar da onlardan bir göz kimi istifadə etmişdi. Bəlkə D variantı kimi bilirsiniz nəyə nəzərdə tuta bilər. Biraz yarımçıq testdir. Ola bilər ki, yadımızda belə bir şey deyir. Deyir ki, Otluqbeli döyüşündən sonra 2-ci Mehmet Azərbaycana doğru gəlmək istəsə də, amma deyir bu qələbə ona çox itki və istər hərbi baxımdan, istər vaxt itkisi baxımdan itki yaşatdığına görə bu adam belə deyim, Azərbaycana doğru gələ bilmir, Avropaya doğru gedir. Yəni ki, bu cümləni əlaqədə götürüblər. Çünki burada başqa bir uyğunluq yoxdur. Nisbətən D, nisbətən. 26-ını dedi deyəsən Kəmal müəllimə. Orada indi müəllim B variantı səhvdir. B. Bəli. Bakı. Deyir 1 və 2 baharlardan asılı olmamışdır. Səhv deyir axı, olubdur. 2 haradır Şirvanşahlar? 1 haradır Şəki? 1412-ci il Kür döyüşü. Olublar axı. Bizdən də uyğun, yəni düzgün istəyir. Aydındırmı? Düzgün. Yəni düzgün bu da onda. Hə, olubdur. 1-2 baharlardan asılı olub. Amma burada deyir olmamışdır. Bizə də düzgünü tapmalıdır. Bəli, uyğun. Düzgün cavab A oldu. Harda? Burada D. A da çıxdıq. Niyə çıxdıq? 2-də yerləşən ərazi Ağqoyundan asılı olmuşdu. Şirvanşahlar Ağqoyundan asılı olmayıb axı. Amma müəllim Şirvanı aslının Qaraqoyunu ilə götürürük, hə? Qaraqoyundan götürürük, bəli. Yəni testdə düşsə Qaraqoyundan asılıdır, Ağqoyundan yox. Şirvan Qaraqoyunlardan asılıdır, Ağqoyundan yox, bəli. Yəni sizin kitablarınız, da sizin deyirəm, güya mən Amerikadan zaten dərsi izah edirəm. Bizim kitablarımız Ağqoyunla Şirvanşahların münasibətlərini vermir. Qətiyyən vermir. Köhnə kitab, yəni onların düşmənçiliyin vermir. Bizim köhnə kitablarımız bizim köhnə kitablarımız onu verirdi. Bilirsiniz nə vaxt verirdi? O Baysungur Bədə döyüşündən sonra Baysungur Sultan Yaqubun oğluydu. Özü də Fərrux Yasarın qızından olan oğluydu. Köhnə kitablarda verilərdi o. Bilmirəm onu xatırlayırsınız yoxsa yox. Bəli, var idi mənim. Aha, gələk 26-nı istədilər bizdən. Uzun Həsənin Qaramana yürüşü. Uzun Həsənin Qaramana yürüşü 1472. Bu Qaramana tərəf çıxır. Araq dənizi tərəfə. Gözləyir ki, silah gəlsin. Silah falan da gəlmir. Qızılbaşların ilk dəfə məğlub olması 1488 götürər. Bayaq o Ezengil Məhəmməd dediyi məsələ deyəcəm. 1488. Yaqubun Gürcüstana yürüşünün başlanması. Bu, lap köhnə kitablara görə qaldı. Lap tutaq ki, Sultan Yaqubu 82 mənim yadımda qaldı. 1400. Elə idi. 81-82-ci illər idi. Biraz köhnədir bu.
Qaldı ki, Uzun Həsənin Hələbi tabe etməsi, bu da yenə çox köhnədir. Bu birisiz hansı tərəfdə? Bu İraq falan tərəfdədir, daha sonra Suriya Elə falan tərəfdə. təxmini mən də elə götürmüşəm İran Ha, o o yaranma tarixini. Otluqbeli döyüşü Yaranma tarihi. ərəfəsində olur. Bəli, o tərəflərdə olur. Otluqbeli döyüşü ərəfəsində. Təxminən 1, 4, Ona görə deyirəm 3, qabaqdadır. Bəs 2. testlər bunlar Qətiyyən deyir. düşmə ehtimalı yoxdur. Bir dənə burada nisbətən bu, bir də 2. Qətiyyən 3 ilə 4 belə bir şey yoxdur. Mən də boş-boş namaydan yazdım. Sonra belə. Başqa Başqa o 23. 31. 23-də 20. nə deyirsə Aha, baxaq görə 23-də nə deyir? Uyğunluq gözlənmişdir. Uzun Həsən Şirvanşılarla müttəfiq olub. Olsun. Olsun. Yəni dost olub da, müttəfiq olub. Yəni münasibətlər əla olub. Yerdə qalanana bir baxaq. Yaqub, xeyr, atası kimi dostluğu davam etdirir. Hətta Fərux Yasarın qızından evlənir. Əsəd döyüşündə Qaraqoyun dövləti qayıb gəldi. Qaraqoyun dövlət deyil axı. yox, bunları bildim. Yox, bu deyil, bu deyil. Bunu yazmışam. Yox, bax. Ha, bu deyil, yaxşı. Ha, tamam. 31-i dedilər. Baxaq görək. Aha, 31-ə baxaq görək. Yusif, aha, Uzun Həsən və Yusif İbn Əbu Sacın oxşar cəhəti. Şirvanşahlar, Uzun Həsən yox. Mahid Şəkil, Uzun Həsən yox. Vergitdə Dərbənd, bu Uzun Yusuf Həsən yox. Esbahat keçirib də. Qanunnamə, Yusif yox. Vergi sal keçirmələri, bəli, Yusifdə də var vergi maliyyə. Baxmayaraq ki, qanunnamə şəklə salmayıb. Uzun Həsəndə də var. Uzun Həsəndə tamğanı falan ləğv eləmək istəyib, mal cəhəti biraz azaldıb, 5də 1-dən azaldıb salıb 6da 1-ə. Şəkillər var. Aha, bax belə. Tamğanı 50-50 yazaldı. Teğmen 35'e baxa bilərik. Bəli. Baxaq görək yenə də bayaqki temalardandır, yoxsa yox. Qaraqoyunlar Qara Yusifin Teymurlar üzərində qələbə. Bunu konkret ilin bilmirik. Gəlin bunu verək. Təxminən aralıqda verək. 1412-1420 aralığında. Qara Yusif Şahruxa qalib gəlir. Teymurların baharlı asla düşməsini verək Cahan Şahla 1458. 3-cü İvan öz elçisini göndərib Uzun Həsən yanında 1475. Ərəb İraqında bütün hakimləri Qara Yusifə itaat edib Əsəd döyüşündə. 4-ü götürək, 1-i götürək, 2-ni götürək, 3-ü götürək. Deyəsən cavabımız Bakı çıxdı axı. Belə. Davam eləyək. 38-ə də Başqa baxaq. nəsə dedilər deyəsən mənə. 38. Baxaq əziz insan, baxaq. Bəzən səs qırılır, üzülü sayısı eşidə bilmirəm. Tamam. Qaraqoyunların Teymurlardan aslında son qoyulması. Bəlkə Cahanşah'a götürürlər, çünki 36 47-dir və 47 67-dir. Aslı olmağı da 47 götürək. Şahrux ölsün, 47 götürək. Hələ ki bunu 1447 kimi xatırlayaq. Hökmdarın Teymurlar tərəfindən hakimiyyət gətirən hökmdar, yəni Cahanşah demək istəyib. Bu da yenə qədimi bir şeydir də qoyub. Qədimi bir şeydir. Hə, Cahanşahın Şərqi Gürcistana yürüşü var, amma 1440-dır. bunu 1450-ci illərdə eləyir. Mən 40 tapmışam. Qaraqoyunluğun süqutundan sonra həlledici döyüşün baş verməsi bu heç 1467-dir. Teymurlar tarixində gətirən hökmdarın Şərqi Gürcistana yürüşü. Səhv etmirəmsə, Eyzəngi Məhəmməd, deyəsən o 1444-1440-cı illər belə bir şey olmalıdır. Yəni onu eləyəndə indi mən xatırlamağa çalışdım. O bilirsiniz nə vaxtın kitablarındaydı. Bəlkə də Köhnə 8-ci sinif var idi, o qədər illər var idi onda. Ha, çox köhnə. Bəlkə də bir 10 ildən çox da çıxıb o. Bəli. Yəni bu lazımsız olacaq. 2-dir, 1-dir, 3-dür. Yəqin ki 2, 1, 3. Variant kimi də 1-ə B, 2-yə A, 3-ə C. Təsadüfən A çıxmayıb. Ona veriblər. Hə, vəssalam. Köhnədir. Kəmal müəllimə, köhnədir. Bu narahat olmayın. Sonra Ay, çox sağ olun. Sonra bitdi mi müəllimlər, yoxsa var yenə? Hə, bu 39. Hə, baxaq. 39-a da baxaq. Ağqoyunlu bəylik ilə baş verib, Teymurlar qələbə. Hə, bu nə əcəb? Alaşkert döyüşü.
Bayaqki məsələdir. 1421 Alaşkirtdə kim iştirak eləyir? Bir tərəfdə Şahruxdur, digər tərəfdə Qara İskəndər. Bəli. Şahruxa kim kömək eləyir? Birinci Xəlilullah. Başqa kim kömək eləyir? Qara Yuluq Osman bəy. Bayaqki məsələdir, bəli. Doğrudan da Ağqoyunu bəyliyi, bəli. Qara Yuluq Osman. Teymurlar qələbə qazanıb, bəli. Qazanıb. İskəndər dağınıq qüvvələri toplasında Qaraqoyunlar məğlub olub, bəli. Məsələ diqqətdən qaçıb, eybi yox. Alaşkert döyüşü. Sonra başqa varmı? Başqa? Başqa heç nə yox. Bitdi Cəhmət. Tamam, bu hissəni dayandıraq.